Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və alə alihi və sahbə ecmədə mən bəd. Biz keçən dərsimizdə deməli 13-cü qaydanı götürdük, ya? Ki, Quran Allahın kəlamıdır. Məxluq deyil. Və ona görə Quran'a and içmək olar. Demək olar Quran haqqı. Lakin and içəndə baxmalısan, soruşmalısan, o Quran deyəndə nə demək istəyir? Əgər fikirləşir ki, əgər oradakı Allahın kəlamına bu cür and içmək olar. Çünki Allahın kəlamı nədir? Allahın sifətlərindəndir. Allahın sifətlərindən and içmək olar. Demək olar Allahın kəlamı, Allah haqqı, Rəhman haqqı, Rəhim haqqı, Allahın kəlamı haqqı, məsələn, və s. o belə. Amma and içən Qurana desə ki, o kitab haqqı, nəzərində kitabı tutubsa, o olmaz. Nə üçün? Çünki kitab məxluqdur. Məxluqdur, yəni üzü var, elə deyil, üzü kağızdan, kardondan düzəlilib, mürəkkəb var orada. Orada da şeylər var, Qurandan deyil, Quran deyil o. Adında, məsələn, xüsusən Quran, yəni arxasında məxluqun sözləri var, tutaq ki, xətim duası və ya məsələn, Quran qaydalarını göstərir, nöqtə nə deməkdir, bəzi işarələr. Onlar Quranda öyle, Allahın kəlamı da öyle. Onda olmaz. Əgər and içən Qurana nəzərdə tutubsa ki, Allahın kəlamına o cür and içmək olar. Yox, əgər Allahın kəlamı yox, kitab nəzərdə tutur, o kitaba and içmək olmaz. Çünki o kitab məxluqdur, bəzi şeylər məxluqdur, qarışıqdır. Ona olmaz. Aydındır? Belə desə ki, məsələn, Quran haqqı, kitab haqqı nəzərdə tutub Allahın kəlamın olar. Amma qeyri şeyə olmaz and içmək. Çünki Peyğəmbər sallallahu buyurub ki, kim and içirsə Allah'a and içsin. Kim Allahdan qeyrisinə and içsə, artıq küfürləyib və ya şirkləyib. Yəni qənddir, çörəkdir, ağacdır, dağlardır, buludlar, od, düyü və s. Bunlar and içmək olmaz. Ne üçün? Peyğəmbər salsın deyib. Peyğəmbər salsın deyib ki, kim Allahdan qeyrisinə and etsə, artıq şirkliyib və ya küfürləyib. Biz deməmişik. Yaxşı. Deməli, Şeyx Rahiməhullah, İmam Əhməd sonra 14-cü qaydaya toxunur. Deyir ki, Əl-İmanu vəl-İmanu bi ru'yəti yevməl-qiyamə kəmə ruviyə anin nəbi sallallahu aleyhi ve sellem minəl əhadisə sihah. Burada Şeyx Rahiməhullah tərcüməyə gətirdi. Tərcümə açıqdan. Şeydə qoymuşam bu, kitabxanadadır. Yaşaydı buna baxsın. Deməli, söhbət gedir, yəni Əhl-i Sünnə və Cəma əqidəsindən də biri budur ki, sünnənin əsasından Allah Taala'nı görmək qiyamət günü. Bu da əqidədə mühüm məsələdir. Allah Subhanahu Taala'nı görmək. 14-cü qaydadır. Və Quranda dəlillər çoxdur buna, həmçinin hədislərdən də. Və məsələn, Qurandan ən birinci dəlil hansıdır? Qiyamət surəsi. Oxu bir dənə. Qiyamət surəsi. 22-ci, bir də 23-cü ayələr. Bu ayələr dəlildir ki, Allah-u Teala'nı qiyamət günü görəcək. İnşallah möminlər. Allah subhanahu teala bizi onlardan eləsin. Allah subhanahu teala cəmalına baxanlardan. Və Allahı görmək neçə yerdə olacaq? Həm qiyamətdə, həm cənnətdə. Həm qiyamətdə inşallah möminlər görəcək, həm də cənnətdə. Oxu bir dənə qiyamət 22-23-cü ayələri. O gün neçə-neçə üzlər sevinib güləcək. O gün neçə-neçə üzlər sevinib güləcək. Ne üçün? Öz Rəbbinə baxacaqdır. Necə var hələ tərcümə edib? Mötəzi yoxdur? Bəzən inkar edib. Deyirlər Allahı görməyəcək. Heç olmaz. Allah görmürlər, görməsinlər. Əgər Allah istənirlər, görməyəcəklər.
Amma bəs bu ayə nə deyirsən? Açıq aydın deyir ki, Allah-u Teala'nın camalına baxacaqlar. Onlar təvil edirlər. Deyirlər, yəni Allah-u Teala'nın nemətlərinə. Yəni Allah-u Teala'nın nemətlərinə. Amma orada və ya məsələn gözləyəcəklər və ya fikirləşəcəklər, necə nəzər cürbəcür mənalar verə bilər ərəb dilində. Və lakin burada nəzər məhz gözlə görməyə dəlillər var. Ne üçün? Çünki birinci üzə gətirilib. Deyir, bəzi üzlər baxacaq. Deməli, söhbət nədən görür? Əməli başlı görməkdən, gözlə. Gözlə görməkdən. Çünki görməyi gətirir üzə. Aydındır, həmçinin bəzi orada qaydalar var, dəlillərdən. Düzü, bu ərəb dilinə aiddir, qrammatikaya. Ki, qrammatika cəhətindən də söhbət gedir gözlə görməkdən. Çünki ilə ki var, ilə. Ola bilərdi, əgər fi ilə gəlsəydi və ya cərsiz gəlsəydi, özü müstəqil, ola bilər başqa mənalar verə bilərdi, ərəb dilində gəlib, nadar sözü. Lakin burada ilə gəlməyi, vucuhun yevmi idin nazira, ilə rabbihə nazira. İlə gəlməyi, həmçinin qrammatika cəhətindəndir bu, göstərir ki, söhbət gedir gözlə görməkdən. Sonra ikinci dəlillərdən də, ikinci dəlillər ki, məsələn, Allah Taala'nı görmək, o ayələr ki, hansı ki, deyir, görüşmək, Allah Taala'yla görüşmək. Və İbn Qayyim Rahimehullah buyurur ki, ərəb dilçiləri, yəni lüğətçilər, hamısı müttəfiqdirlər ki, görüşmək, diri ilə görüşmək, gözlə görməyi dəlalət edir. Əgər Allah Taala deyir, möminlər görüşəcək, deməli görüşüb görəcəklər. Məsələn, misal, məsələn, Ənam surəsi. Siz fəqət Ənamı tapanacan, məsələn, Ənam 154, Əraf 147, Ra'd 2, Kəhf 110, Ənkabut 5, Zümər 71 və s. və s. və s. və s. Burada ayələrdə göstərir görüşmək. Və görüşmək dəlildir ki, gözlə görmək. Necə ərəb dilçiləri hamısı müttəfiqdirlər bu məsələdə. Bir daha oxu. Ənam neçədir? 154. Ənam 154, Əraf 147, Ra'd 2, Kəhf 110, Ənkabut 5, Zümər 71. Oxu. Möhtəzilə oxuma. Sonra biz yaxşı işlər görən şəxsə Musaya tamamlamaq və ona hər şey ətraflı izah etmək üçün bir hidayət və mərhəmət olaraq Tövratı göndərdik. Bəlkə də Yahudilər öz Rəbbinə qovuşacaqlarına inansınlar. Öz Rəbbilərinə qovuşacaqlarına inansınlar. Görüşməyə. Qovuşmaya, yəni görüşməyə. Və həmçinin, məsələn, Əraf 147. Bir dənə də oxusun. Bir dənə də misal. Əraf 147. Baxır bir dənə 147-ni. Qulaq as. Ayələrimizi və axirətə qovuşmağı doğru hesab etməyənlərin bütün əməlləri puça çıxmışdır. Onlar ancaq öz əməlləri axirətdə qovuşmağı cəzasını çəkəcəklər. Aynı onu görüşməyi. Və həmçinin, yəni inkar da eləmək, yəni bunu inkar edirlər kimlər? Əslində belə kafirlər zat. Məsələn, Ənam, Əraf, hələ Əraf 147 də orada axırda nə deyir? Deyir ki, onlar ancaq öz əməllərin cəzasını çəkəcəklər. Kimlər ki, qəbul eləməyənlər bunu. Hesab etməyən, bütün əməlləri puça çıxmış. Kimlər ki, o görüşməyə, axirətə qovuşmağı. Axirətə qovuşmağı, əgər iman gətirməyəcəklərsən. Həmçinin, məsələn, oxuya bilərsən Kəhf surəsi 105. 105. Yox, o başqa idi 110. İndi söhbət gedir ki, onlar hansıla inkar edib Allah'la görüşməyi. Ki, Allah Teala kafir adlandırıb, zat bunu inkar etdiyini görə. Kəhf 105 oxu. 105. Onlar o kəslərdir ki, Rəbbinin ayələrini və onun huzurunda duracaqlarını inkar etdilər. Görürsən, huzurunda duracaqları. Əməlləri puça çıxır. Görürsən,
İnkar etdirən əməllər puça çıxdı. İnkar eləmək də bunu olmaz. Məsələn, inkar eləyənlər barədə, məsələn ki, onların əməlləri puça çıxır və s. Məsələn, Kəf 105, Səcdə 10, Rum 8, 16, Müminun 33, Ənam 31 və s. və s. Həmçinin dəlillərdən üçüncü dəlil ki, Allah Taala'nı görmək qiyamət günü Mutaffifin surəsi. Mutaffifin. Mutaffifin surəsi oxu. Neçənci ayda o? 15, 18, 17-dir. O gün kafirlər hicab çəkiləcək, Allah'ı görməyəcəklər. Deməli, əks mənası nədir? Möminlər görəcək. Əgər kafirlər hicab çəkilibsə, mutaffifin. Budur. Kəllə innəhum arrabihim yevmeyidin məhcumun. Neçidir bu? 15. Oxu 15-i. Mutaffifin 15. Dəlillərdəndir. Allah Taala'nın qiyamət günü görməyimizi. Xeyr, o gün Rəbbinin mərhəmətindən məhrum olacaq. Mərhəməti dedi. Burada fırlatdı. Ərəbcə necədir? Kəllə innəhum arrabihim yevmeyidin məhcubun. Rəblərlə olan arasında hicab olacaq, kafirlərin. Deməli, əks mənası odur ki, möminlərin arasında hicab olmayacaq. Həmçinin dördüncü dəlil ki, Allah Taala'nı görmək, o bəzi ayələr hansı ki, orada Allah Taala deyir ki, sizə belə olacaq və həmçinin bundan da artıq. Yəni cənnətdə, bu artıq ki var ha, Allah Taala'nın camalına baxmaqdır. Məsələn, Yunus surəsi 26. Yunus 26, Qaf 35. Şimdi məsələn, Allah Subhanahu bu ayədə buyurur ki, Yunus 26-da Lillədinə əhsənun husnə və ziyadə. Onlar ki, salih əməl sahibləri oldular, husnə var onlar üçün. Husnə yəni cənnətdir. Ziyadə sırşla, yarısla. Əgər cənnət varsa, bu ziyadə nədir? Bu artıq. Bu artıq nədir? Dedi, Allah Taala'nın camalına baxmaq. Oxu tərcüməni. Yaxşı işlər görənləri cənnət və daha artıq mükafatlar gözləyir. Daha artıq. Onların üzünə nə bir toz, nə də bir zillət var. Möhtəzə işləyir. Allahın camalına tamaşa et. İspat elədi. Allahın camalına baxmaq. O da Allahın mərhəmətindən döyüşü görür. Ola bilər. İspat elədi burada. Daha artıq mükafat. Daha artıq mükafat Allah Taala'nın camalına fikir. Yaxşı, sonra Qaf 35. Qaf 35. Rüyanı ispat edir. İnsana. Ona görə və həmçinin hədislər də bu barədə çoxdur. Hədislər, hansı ki Peyğəmbər salasəm deyir ki, ayı necə görmürsünüz, 14 gecəlik, 15 gecəlik ayı. O cürdə Allah Taala'nın camalına baxacaqsınız. Başqa, burada da deyir. Nə deyir? 35 bir dənə qafı oxu. Qaf 35. Orada onlar üçün istədikləri hər şey vardır. Hər şey var. Dərgahımızda isə ondan artığı mövcuddur. Artıq nədir? Möminlərin təsəvvür edə bilmədikləri nemətlər, o cümlədən Allahın camalına tamaşa etmək. İsbatlərdə. Amma yığdı da, nemətləri də dedi. Çünki bəziləri deyir nemətləri. O nemətləri də qeydilir, Allah Taala'nın camalını da tamaşa eləmək. Və cənnətdə nə qədər şeylər olacaq? Sonra Allah Taala deyəcək cənnət əhlinə ki, hələm yenə bir şey var. Deyəcəklər, ya Rabbi, sən bizi qutardın dünya həyatından, belə əzabından, cəhənnəmin əzabından. Yəni, bundan da nə var cənnətdə? Bundan da artıq var, nə ola bilər o? Allah Subhanahu Taala özünü göstərəcək onları necə var? Nə var idi cənnətdə? Hər şey yaddan çıxacaq. Hər şey yaddan çıxacaq Allah Taala'nın gözəlliyinin, camalından baxanda, möminlər. İnşallah. Və həmçinin hədislər də bu barədə çoxdur, mutavatirdir. Məsələn, Daraqutni rahimehullah 30 dənə rivayət yığıb bu barədə. Və həmçinin İbn Qayyim Hadil Ərvah kitabında, daha doğrusu Daraqutni 20 dənə rivayət qeydilir. İbn Qayyim isə 30 dənə rivayət yığır bu barədə. Həmçinin Buxari rahimehullah, Buxari sahihdə buyurur ki, fəslin adını belə qoyur. Allah Taala buyurur ki, o gün
üzlər baxacaq Allah Taala'nın cavabına. Qiyamət surəsi 22-ci, 23-cü ayələri gətirir. Və həmçinin Cabir ibn Abdullahın rivayətində gəlir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu ki, siz Rəbbimizi gözlərinizlə görəcəksiniz. Cabir ibn Abdullahın rivayətində Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, siz Rəbbimizi gözlərinizlə görəcəksiniz. Təbii ki, inkar ediblər bunu. İnkar edənlər var, deyirlər ki, görməyəcəyik. Və dəlillər nədir? Dəlillərdən ən birinci Ənam 103. Ənam surəsi 103-cü ayə. Orada Allah subhanahu teala buyurur ki, Lə tudrikuhul əbsar. Gözlər onu dərk eləməz. Onlar ki, inkar ediblər Allah Taala'nı görməyi. Deyiblər ki, bu ayə dəlildir ki, Allah Taala'nı görməyəcək. Çünki Allah Taala bu ayədə buyurur ki, Lə tudrikul əbsar. Gözlər onu dərk eləməz. 103, oxu. Gözlər onu dərk etməz. O gözləri dərk edər. Qutardı. Lakin cavab nədir? Təbii bir şey yoxdur ki, söhbət bu dünyadan gedir birinci. Təbii yoxdur ki, bu dünyada Allah Taala'nı görmərik. Ahirət başqadır. İkinci də dərk etməmək o demək deyil ki, görməyəcək. Çünki nə qədər şey var, görsənir, dərk olunmur. Aydındır? Dərk eləməmək, görməyi inkar etmək deyil. Çünki elə şey var, insan görür. Məsələn, günəşdir, görürsən. Ola ki, dərk eləmirsən, nə boydadır bu, nədəndir, nə var orada, dərk eləmək olmur. Lakin görürsən. O demək deyir ki, sən bir şey dərk eləməsən, görməzsən. Həmçinin Allah Taala'nı da gözlər onu dərk eləməz. Amma o gözləri dərk eləyir ki, xariqlər bilir hər şeyi. İkinci ayə, hansı ki, inkar edənlərin dəlillərindən Əraf surəsidir. 143-cü ayə. O da Musa Aleyhisselamın hadisəsidir. O vaxt ki, Musa Aleyhisselam deyir ki, ya Rəbb, göstər özü mənə. Orada Allah Taala deyir ki, sən məni görməzsən. Onlar ki, deyirlər görməyəcək, bu kəlmədən tutublar ki, sən məni görməyəcəksən, sən məni görməzsən. Lakin şey yoxdur, söhbət nədən gedir? Bu dünyadan. Lakin deyir orada, ayəni davam eləmək lazımdır. Bir də oxu ayəni. Hamısını? Bir də oxu. Musa'ya vəd etdiyimiz vaxt gəlib çatanda Rəbbi onunla danışdı. Musa, ey Rəbbim, özünü mənə göstər. Musa dedi ki, özünü mənə göstər. Sənə baxım dedi. Allah, sən məni əsla görə bilməzsən. Sən məni əsla görə bilməzsən, yəni bu dünyada. Lakin yenə, ne üçün? Həm də səbəbin deyir indi. İndi bundan sonra səbəbin deyir. Oxu səbəbin. Lakin dağa bax. Dağa bax. Ne üçün? Əgər o yerində dura bilsə, sən də məni görə bilərsən. Əgər dağ davam gətirə bilsə, məni görsə, onda sən məni görə bilərsən. Nə oldu dağ? Soru nədir? Rəbbi dağa təcəlli etdikdə, onu parça-parça etdi. Dağ davam gətirəmədi, yəni göstərəndə dağa üstü. Dağ davam gətirəmədi. Göstərdi ki, Musa, sən zəifsən. Bu dünyada səni görmək mümkün deyil, yəni məni. Lakin ahirətdə başqa cürdür, bədən, qüvvə və s. Aydındır, söhbət gəlir bu dünyadan. Və deyir ki, görə bilərsən, lakin göstərir ki, davam gətirəməyəcəksən. Əgər dağ davam gətirməsən necə? Həmçinin o bir ayələr göstərir ki, ahirətdə ancaq görəcək. Həmçə hədislər, səhih hədislər. Həmçə əhl-i beytdən də rivayətlər var. Ki, Allah Taala'nın camanına baxmaq qiyamət günü. Əhl-i beytdən dua edirlər, əhl-i beyt. Ki, ya Rabbi, məni qiyamət günü sənin tamaşa edənlərdən et. Və s. Bu məsələdə ixtilaf yoxdur əslən. Lakin, gəlib, məsələn, var hədislər, yəni əsərlər sahabələrdən və sahabələr biraz ixtilaf elədilər bu barədə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem Meyracda Allahı görüb yoxsa yox. Və Ayşə radiyallahu anhə deyir ki, kim desə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem Allah-u Teala'nı gördü, yəni Meyracda, o yalan danışır,
Çünki Allah Teala deyir ki, lə tudrikul əbsar. Gözlər onu dərk eləməz. Orada səsini eşidib də, hə? Hə, eşidib səsin. Yox, görüb də həmçinin. Görür. Görüb, lakin gördü ki, nurdur. Çünki soruşdular ki, Əbu Zər radiyallahu anh rivayətində gəlir ki, deyir, soruşduq ki, ya Rasulallah, Allah'ı gördün? Dedi ki, nur idi. Nur idi, seçilmədin. İşıq idi. Oradan ses gəlirdi. Müslim rivayət edib. Amma Ayşənin rivayətini Buxar rivayət edib. Həmçinin İbn Abbas deyir ki, radiyallahu anhuma, deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem Allah-u Teala qəlbi ilə 2 dəfə görüb. Qəlbi ilə. Gözü ilə yox, necə var? Necə yəni? Yəni, qəlb görməyinə. Müslim rivayət edib, Kitab-ül İmanda. 258-ci hədis. Yəni, necə var o cür görməyib. Məsələn, təsəvvür edə bilməzsin, bəli. Məsələn, necə görməyin nur. Yəni, Ayşə radiyallahu anhən inkar etməyi, Allah talanı görməyi, yəni söhbət gedir necə var. Bütövlüdə necə var. Amma o İbn Abbasın ispat etməyi, qəlbi ilə görməyi, bu var idi. Hansı ki, məsələn, Allah talanı gördü, nur kimi, işığı idi. Biz Peyğəmbər Miracda. Müslim. Rivayətçi İbn Abbas. Və gəlib ki, bəzi rivayətlər İbn Abbas deyir ki, Peyğəmbər sağ Allah'ı görüb. Lakin Ayşə radiyallahu anh kimdirsə ki, Allah'ı görüb yalan danışır. Söhbət gedir Ayşə radiyallahu anh inkar edir həqiqi görməyi. Necə var? Amma İbn Abbas deyir isə nurla görüb. Yəni ixtilaf yoxdur burada. Aydındır. Yəni Ayşə radiyallahu anhə necə var gözlə görməyin deyir. İnkar edib ki, heç kəs görməyib. Və Əhl-i-Sünnə vəl-Cəmaə ittifaqdır ki, Allah Taala'nı dünyada görməzlər. Lakin axirətdə isə icmadır ki, inşallah görəcəyik gözümüzlə necə Rasulullah vəsf edib ki, necə günəşə baxırsa aya o cür. Yəni, itələməzəm, deyim cəma bir dənə çəkil onu mən də baxım. Hələ şey olmayacaq. Aydın. Aydın. Bax elə. Bəli, onlar ki, inkar ediblər, dəlilləri istinad ediblər, cəm eləməyiblər. Bu da yəni, müşkül məsələlərdən budur. Sən bir şey öyrənmək istəyəndə gerək bütün dəlilləri yığmalısan. Sən bu dəlildə deyən sonra, bu dəlilləri gətirməsən, düzgün deyil. Yəni, kim deyərsə ki, Allah Teala deyir ki, Allah Teala Musa'ya deyir ki, sən məni görməzsən. Yaxşı, onda Qiyamət surəsində neyiniyək? 22-ci, 23-cü ayənə. Sonra o ayələr ki, hansı ki, deyir görüşmək, Qiyamət günü. O ayələr ki, cənnət var, həmçinin artıq. Bunlarla neyiniyək? Onda bunlarla məcbur olacaq biz fırladaq. Bir yanda deyə neymətdir, bir yanda deyə başqa şeydir, bir yanda deyə başqa şeydir. Elə deyil. Cəm eləməlisən. Cəm eləməlisən və o ayələr hansı ki, deyir görməyəcək, o dünyaya aiddir. Hələ-hələ də görsənir. Dünya söhbətlərindən gedir o ayədə. Amma o ayələr ki, görməyə fikir versən, axirətdən gedir söhbət. Aydın, axirətdən onu yer cəm eləməlisən, baxma, hər şeyin, hər dünya əhkamlar ayrıdır, axirət əhkamlar ayrıdır, bərzaq əhkamlar ayrıdır. Fərqləndirməlisən, bunlar mısın? Sonra şeyx, yəni rəhməhullah, yəni bunu qutarandan sonra keçir 15-ci məsələyə. Lakin bu məsələ də inşallah davam edir, görmək məsələsi, lakin şeyx toxunur o sahabələrin arasında olan söhbətə ki, bəzilə deyib görüb, bəzilə deyib görməyib, inşallah məsələni toxunur.